Oktyabrın 14-ü Bərdə rayonunun Cumalar kəndində baş verən bıçaqlanma hadisəsini törədən şəxs hüquq mühafizə orqan əməkdaşları tərəfindən yaxalanıb. Qeyd edək ki, Cumalar kənd sakini Məmmədov Nurəddin həmkəndlisi Şahmar Abbasovu bıçaqlayıb. Saxlanılan şəxsin dediyinə görə hadisənin səbəbi həmkəndlisinin onu söyməsi olub. Bıçağı nə məqsədlə götürürdünüz? Seni götürdüm, çıxdım, bana söyüş elədim. Harada söyüş eləmişdi? Toyda. Toyda çıxandan sonra sən gəldin evə, elə söyüşü yadından çıxartmadın da unutma. Hadisənin təfərrüatlarını danışan Nurəddin deyib ki, o Şahmar Abbasova 4 bıçaq zərbəsi vurub. Vurulan zərbələrdən 3-ü onun qarın nahiyəsinə, biri isə sol əlinə deyib. Yaralı dərhal rayon mərkəzi xəstəxanasına çatdırılıb. Hazırda vəziyyəti ağır olaraq qalır. Ayın 14-ü 10-cu ay 2011-ci il tarixdə Bərdə Mərkəzi rayon xəstəxanasına qarnının 3 ədəd kəsilmiş, deşilmiş, daxilə keçən, hətta nazik bağırsaqları, yəni çöldə olan xəstə, sonra sol əlində kəsilmiş yara diaqnozu ilə daxil olmuşdu. Xəstəyə ilk təcili tibbi yardım olundu və cərrahi əməliyyata götürüldü. Lazım olan əməliyyat aparıldı. Hal-hazırda xəstənin vəziyyəti ağır olaraq qalır. Baş vermiş hadisə ilə bağlı Bərdə rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq cinayət işi açılıb və hadisənin əsas səbəbləri araşdırılır. Daşqın Güneyli Ziya İsmailov, LTV Bərdə.